Məlumdur ki, Avropada başqa maşınları seçirlər, başqa maşınları sevirlər. Hər halda bizdən fərqlidir. Avropada istənilən avtomobil markası əgər uğur qazanmaq istəyirsə, ilk növbədə Golf Class adlanan sinifdə təmsil olunmalıdır. Yəni Golf Class sinifinin adını gördüyünüz kimi Volkswagen Golf'dan götürülüb, onun da ki yanında Avropada Renault vardı, Peugeot vardı, hətta Ford Focus da müdaxilə etmişdi. Bax, həmən segmentdə onları sıxlaşdırmaq üçün Kia Ceed modelini buraxmağa qərara gəldi və bu iş tapşırıldı o vaxtki şef dizayner Peter Schreier'a. Xatırlayırsınızsa, Peter Schreier Audi TT, New Volkswagen Beetle kimi möcüzələr yaratmışdı və bugünkü Kia avtomobillərinin simasını biz sevdiyimiz Kialarda məhz Peter Schreier'in qələminə məxsusdur. Gəlin onun dizaynına baxaq. La vida es un carrusel, 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 carrusel. La vida es un carrusel, 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 carrusel. Bugünkü testimizin qəhrəmanı artıq 3-cü nəsil Kia Ceed'dir. Öz də restyling variantı. Buna görə də bir sıra dəyişikliklər var onun simasında. İlk növbədə yeni loqonu artıq avtomobilin qarşısında görürük. İşıq texnikası formasını dəyişib, eləcə də bumper, radiator barmaqlığı və burada qarşıda gördüyünüz, bax, 3 ox şəkilli bu hava hasarı da demək olar, dizayn elementi də demək olar. Mən bilmirəm nə dərəcədə funksionaldır, amma hər halda avtomobilin qarşısına aqressiv görüntü bəxş edir. Avtomobilə qarşı tərəfdən zövq verən detal, bax bu xromlu gördüyünüz kimi haşiyələrdir radiator barmaqlığında. Mən ilk dəfə baxanda elə bildim ki, kimsə götürüb bax bunu buradan belə sıxıb. Amma sonra müxtəlif rakurslardan baxanda görürsən ki, sanki dizayner o məqamını tapıb. Avtomobil hatchback və universal kuzovları ilə istehsal olunur. Əlbəttə, universal biz üçün aktual deyil. Hatchback necə lazımdır? Həm gənclər üçün, həm də gənc ailələr üçün çox uyğun kuzov tipidir. Və gördüyünüz kimi idman xasiyyətli bir onun tavanı da var. Yeri gəlmişkən 16 düymlü disklər tam yeni dizaynlı və üstündə də Michelin təkərləri vurulub. Avtomobilin arxa tərəfi də lakonik tamamlanmış bir dizayna malikdir və bagaj hissəsini gəlin baxaq. Yeri gəlmişkən kameranı görürsünüz, arxa kameranı və onun yanından düymə ilə bagajı açırıq. Salona keçirik. Əvvəl qapını açan kimi görürsünüz, bax bu dekorativ elementlər zövqlə işlənilib və avtomobilin əsas şüşənin arxasında əlbəttə rahatlığıdır. Dərhal oturacağı demək istəyirəm. Yan tərəfdən çox önəmli dəstək var. Yəni ki, döngələrdə ləngər vurmayacaqsan yerində, sanki qucaqladı məni dərhal. Və əlbəttə ki, sükanın tənzimləməsi maraqlandırır ilk növbədə. İki istiqamətdə gördüyünüz kimi tənzimlənir. Dərhal sürücünün gözləri qarşısında 4 düymlük cihazlar paneli çox informativdir və gözü yormur. Yəni, hardasa işıqlanması da optimaldır. Eyni zamanda sağ tərəfdə gördüyünüz kimi multimedia sistemi üçün 8 düymlü, bax belə bir monitordur. Mərkəzi konsolda klimat kontroldur, hər şey aydındır, necə tənzimləmək olar. Və aşağı hissədə dərhal görürsünüz, işıqlanır burada, Type-C var, USB var, burada da 12 voltluq cəryan mənbəyi. Sürətlər qutusunun selektorunun yanında düymələr görürük burada. Sport rejimini seçmək olar və kamera düyməsini basırıqsa, burada dərhal arxadakı görüntü bizə təsvir olunur. Avtomobildə açarsız giriş funksiyası var. O ki, qaldı təhlükəsizlik sistemlərinə. Burada ESC, ABC, HEC, yəni yoxuşdan starta yardımcı sistem. Əlbəttə, avtomobili duymaq üçün mütləq sükan arxasına əyləşib bir yola çıxmaq lazımdır. Bu avtomobil salonda qalır və bizə yaşıl rəngli, çox maraqlı rəngli bir Kia Ceed təqdim edir, rəsm edilir. Və nəhayət ki, sükan arxasındayıq. Çünki bu hatchbackdir. Nə qədər ətrafında dolanırsan dolan, mütləq sükan arxasına oturub, bax bu avtomobilin dinamikasını, idarələnməsini, necə deyərlər, ölçməlisən. Dərhal deyim ki, bu Avropada, Slovakiyada Avropalılar üçün istehsal edilmiş ilkin olaraq avtomobildir. İndi artıq bütün bazarlarda var və Azərbaycanda da rəsmi deyilir, təklif edir. Amma xasiyyəti Avropa xasiyyətidir. Baxın, arxa oturacaqda bir dostumuz oturub, o təhlükəsizlik kəmərini taxmamışdı və avtomobil əməlli başlı üsyan qaldırırdı, səs siqnalı verirdi ki, mütləq orada da kəmər taxılmalıdır. Bu avtomobil atmosfer 1.6 litr həcmli mühərriklə təchiz olunub.
125 at gücündə, bəzi sənədlərdə 128 də deyilir. Atmosfer mühərriki nə deməkdir? Texniki xidməti olduqca bəsit, sadə, asan həyata keçirilir və onun yanında da 6 pilləli klassik avtomat sürət qutusu. Yəni yenə də variator yox, robot yox. Bu da o deməkdir ki, avtomobil yəni ən azı uzun ömürlüdür, amma gərək ağılla işlədəsən əlbəttə. Yanacaq sərfiyyatına gəldikdə şəhər daxili 8.5 100 kilometrə, şəhərlər arası 5.6, yanacaq çəninin həcmi isə 50 litrdir. Odur ki, uzaq yürüşə heç bir şübhə yoxdur. Təhlükəsizliyə baxanda təhlükəsizlikdən danışsaq, aktiv təhlükəsizlik sistemlərini artıq sizə sadalamışam. Pasiv təhlükəsizlik sistemlərinə gəldikdə artıq Avropa üçün qanun olan 6 təhlükəsizlik yastığı bu avtomobildə var. Əlbəttə səs izolyasiyasından danışmaq lazımdır və yaxşı olar ki, asta səslə danışaq, görək bir-birimizə eşidirik ya yox. İsimə eşidirsən. Və dinamikanı yoxlamaq üçün əlbəttə Babək prospekti uyğun deyil. Yaxşı olar ki, trek olsun, amma nəzərə almaq lazımdır ki, Kia Ceed də trek avtomobili deyil. Amma şəhərdə manevrlik, dinamika, svetofordan tez tərpənmə və əlbəttə ki, parking üçün çox maraqlı, münasib bir şəhər avtomobilidir. Və dediyim kimi, bu hatchbackdir. Gənc ailələr üçün, gənc şəxslər üçün hatchback uyğundur tamamilə və dediyim kimi, əgər o klassik avtomat və turbosuz atmosfer mühərriklə hərəkətə gəlirsə, deməli texniki xidməti ucuzdur. Bu isə o deməkdir ki, korporativ müştərilər maraqlana bilərlər. Yəni hansısa bir böyük şirkətin avtomobil parkı varsa, Kia Ceed məncə çox maraqlı bir variantdır.